Okay, good morning. Hər vaxtınız xeyirli olsun. Good to see you. Xoşdur sizi görmək. Praise the Lord. Şükür Rəbbə. Yes. Bəli. Thanks, Pastor Love, for the Pastor Love, communion çox sağ olun. service. It was Rəbbin beautiful. şam süfrəsini keçirdiniz. What Bu Christ has gözəl done idi. for us Məsih bizim üçün heyrətamiz is iş görüb. remarkable. And we are, Bu inanılmazdır. in a way, on the Və bir növ inside daxilən because we bu have the Spirit heyrət of var. God as our teacher. Çünki Tanrının ruhu bizim And müəllimimizdir. we are reading in Revelation Biz Vəhiy kitabında oxuyuruq. about the throne of Tanrının God taxtı haqqında in oxuyuruq. chapters 4 and 5. 4-cü və 5-ci fəsillərdə. Today we Və bugün finish on biz chapter 5-ci 5. fəsli tamamlayacağıq. There's many different parts Orada to what we want to çoxlu say. fərqli parçalar We var. want to take it from Onlar the barədə text. bugün danışacağıq. But I want to Mətnə start by müraciət saying edəcəyik. that Və başlamaq üçün demək istəyərdim this world that we ki, live in, yaşadığımız dünya we have a sovereign God Tanrı who suverendir. does what he pleases with his own. Onun Matthew 20. İstəyinə uyğun verse hərəkət 15. edir. Matta He is in 20:15. heaven O and he has done göylərdədir whatsoever he is və pleased. hər nə onun xoşuna Psalm gəlirsə, 115 o bunu and verse edir. 3. 115-ci He is məzmur, sovereign. 3-cü It's a bənd. beautiful O suverendir. Bu Thought gözəl that God, fikirdir. not a bird can Ki, fall out of a tree. Ağacdan Anyone quş here onun ever seen a icazəsi, bird Rəbbin icazəsi olmasa under a düşməz. tree Kimsə that- görüb ki, ağacın budağında bir quş olsun da ölü olsun. Yeah, Kimsə ölü quş görüb budağda I oturan. have. Now you Ben have that görmüşəm. verse in my mind. Və bir bənd var He couldn't ağlımda. have fallen O without God. quş Allahın icazəsi olmasa Everything budaqdan moving, düşməz. Hər nə hərəkət living, edirsə, hər nə yaşayırsa, phenomenon, hər hansı bir canlı, The physical fenomen, world fiziki dünya, aləm, and the bütün bunlar world of men and the world of insanın yaşadığı Also aləm demons. və eləcə də ruhların, cinlərin yaşadığı world of Satan aləm, şeytanın and the world. dünyası, as an organized system of life. həyatın təşkil That olunmuş involves qaydası us, olan bir human beings, aləm. and we're Hardakı very biz varıq, fascinated başqa to know canlılar var. about the world. Heyrətamizdir dünya haqqında Let's- düşünmək let's və just bilmək. preface Və onun verse üzərində 9, Tanrı var. chapter 2. Yəhyanın 1-ci məktubuna baxaq, 2-ci fəsil. We have this word, world. Burada dünya sözü istifadə Verse 15. olunur. Baxın 2:15. Love not the world. Və burada deyilir ki, What does dünyanı the word sevməyin. world mean? Və dünya sözünün mənası Many nədir? times we think of the planet, Çox vaxt biz planeti but it düşünürük. isn't that meaning. Amma mənası planet It can deyil. have, Ola bilər mənalardan biri but it's the olsun, word cosmos, amma burada kosmos sözü which istifadə includes olunub. planet, Kosmos sözünə planet də the daxildir. planets, Planetlər, cosmology, məsəl üçün the kosmologiya, order of the yəni universe, kainatın but then qaydası. there's more to the word. Amma dünya There's a sözünün moral içində element daha there. böyük bir Look at məna var. verse 15. Orada Love mənəviyyat not the world, neither the məqamı var. things Burada deyilir dünyanı that are in və the dünyada world. olan şeyləri sevməyin. So we have Deməli, the things that are in the world, dünyada and we olan have şeylər love var that's from my və heart, ürəyimdən me, gələn sevgi var o in my şeylərə. heart, loving the Mənim world. ürəyimdə We sevgi can var love dünyadakı money. şeylər üçün. Məsəl We üçün, read in mən 1 Timothy 6. pul sevə bilərəm. 1-ci We can Timoteyə love our 6-cı fəsil. hometown, Biz love öz coffee, məhləmizi love the sevə bilərik, dog, kofeni sevə bilərik, love our country. itimizi, heyvanımızı sevə bilərik, We can love- ölkəmizi sevə bilərik. Love is part of our Və nature. sevmək bu bizim təbiətimizin bir hissəsidir. But then it says, Amma but sonra it says, burada bu bənddə it's actually deyilir agape ki, love. əslində burada Not agape to love the məhəbbətidir. world so you see Yəni, intrinsic value dünyanı in the sevməyin world deyəndə, at the expense of yəni God. Tanrını kənara qoyub, That I would love the onun world əvəzinə more than God. dünyanı və onun şeylərini sevməkdən söhbət gedir. That's Romans Romalara 3:10 to verse 18. 3-cü fəsil 10-cu bənddən 18-ci bəndə kimi parçada deyilir ki, biz köhnə təbiətimizdə meylliyik. Amma indi yeni doğuşumuz var. Buna görə Tanrı bizə yeni ürək və yeni ruh verib. Ezekil 36-26 və biz bəndləri dedikcə siz onları özünüzdə qeyd edə bilərsiniz və onları sonra yoxlaya bilərsiniz və daha sonra evdə olanda o bəndləri oxuya bilərsiniz, əzbərləyə bilərsiniz. O bəndləri, Tanrının sözünü ürəyinizdə qoruyub saxlayın, çünki onlar, bu sözlər sizin həyatınızı dəyişəcək. İndi Matta 22:37 burada böyük əmr verilir ki, bütün ürəyimizlə Tanrını sevək
Və burada deyilir ki, biz Tanrını, Allahı bütün qəlbimizlə, varlığımızla və bütün düşüncəmizlə sevək. Və sevmək deyəndə nə qədər sevim? Bir gün, 2 gün, bir həftə, sonra da müəyyən bir fasilə götürəm, Tanrını sevmirəm, sonra yenə də sevirəm. Necə bu olur? Bəli, bu lütf hədiyyəsidir. Məsih bizə bu hədiyyəni verib. Çarmıxdan asılan Məsih bunu bizim üçün mümkün etdi. İndi bizdə Tanrının məhəbbəti var. Və inanıram ki, siz bu məhəbbəti yaşamısınız. Ki, sizdə və bizdə hamımızda övladlıq ruhu var. Və bu ruhda olarkən biz Tanrıya Abba, Ata olaraq müraciət edirik. İçimizdəki ruh bizə çox nəzakətli olaraq müraciətimiz var Tanrıya. Deyirik, sən mənim atamsan. Çox incə sözlə. Atacan, mənim dədəmsən. Müqəddəs ruh bu işi bizim işimizdə edir. Ki, bizi Tanrıya calayır, əlaqələndirir. 16-cı bənd. Yəni, 1-ci Yəhya 2:15-ə bir daha baxaq. Belə ki, biz nəyisə sevməliyik, amma burada deyilir, kim dünyanı sevirsə, onda atadan olan məhəbbət yoxdur. 16-cı bənd. Çünki dünyada olan hər şey, cismani etirazlar, acgözlük və dünya malına görə təkəbbür atadan yox, dünyadan gəlir. Və bu 3 şey var ki, bizim iştahımızı sanki açır, cismani təbiətimiz üçün həvəs yaradır. Cismani etirazlar, acgözlük və dünya malına təkəbbür. Və etiraz burada yalnız cinsi etiraz deyil. Amma etiraz o deməkdir ki, nəyəsə əlini uzadırsan, onu əldə etməyə can atırsan, həvəs göstərirsən və etiraz sözü burada o mənanı verir. Və o fakt ki, siz həmin o etirazdan azad olunmuşsunuz, sizin günahlı təbiətinizdən və indi siz azadsınız və açıq əlinizlə Tanrıya sitayiş edirsiniz. Biz Tanrıya sitayiş edirik. Bu, Məsihin bizə verdiyi hədiyyədir. Vəhiy kitabına gəldikdə isə, biz görürük ki, İsa Məsih göylərdədir və o həm aslandır, həm də quzudur. Bu, bugünkü vəzimizin mövzusudur. Amma gəlin, Yəhyanın 1-ci məktubundakı parçanı bitirək. 17-ci bəndə baxaq. Deyir ki, dünya və ondakı etirazlar keçib gedir, amma Allahın iradəsinə əməl edən əbədi qalır. Və gəlin, dünyanı çəkək və dünyanın ətrafında demonik bir aləm var, yəni şər ruhların aləmi və burada bu günaha batmış ya düşmüş mələklər, ideologiyalar, sivilizasiya, mənəviyyat və yəni biz insan olaraq bildiyimiz bu həyatdır. Ümumilikdə biz bunu bilirik. Amma eləcə də biz anlamırıq ki, qüdrətli Tanrı, hansı ki suveren Allahdır, onun mütləq nəzarəti var bütün dünya üzərində və dünyanın içindəki şeyləri üzərində. Amma Tanrı icazə verir ki, şər qüvvələr və ətrafda, dünyanın ətrafında şər aləm var. Və müqəddəs yazı deyir ki, bu şər dünyadır. İsa da gəlib bu dünyaya ki, şərin cəzasını versin. Yəni, İsa'nın birinci gəlişində onun məqsədi var idi. O həm aslan idi, həm də quzu idi öz birinci gəlişində yer üzünə. Hər ikisi onda var idi. Həm aslan idi, həm də quzu idi. Biz indi onu oxuyacaq. Yaxşı, bax, bu hara gedir? Bütün bu dünya. Vəhiy kitabında hara gedir bu dünya? Mühakimə var. Dünya üzərində mühakimə var. Bu mühakimə həm demonik strategiya üzərində mühakimə, eləcə də insanın idarəçiliyi üzərində mühakimə olacaq. İnsan həyatı yer üzündə bu həyata qarşı mühakimə olacaq və çox sərt bir mühakimə olacaq.
və bunu anlamağımız çox vacibdir. Tanrının yer üzünə hökm sürməsi, mühakimə etməsi çox acınacaqlı, çox sərt olacaq və bütün dünya demək olar ki, dağıdılacaq. Və bu da 7 il dövründə baş verəcək. Biz bu dövrə kədər dövrü deyirik. Və tümardakı möhürlər açılana qədər bir-bir, nə vaxt ki açılandan sonra bu möhürlər Tanrının mühakiməsi töküləcək dünyaya. Və bu bizi narahat edir. Və bəlkə buna görə də kilsələrdə, dünyada onlar vəhiy kitabını oxumurlar, vəz etmirlər. Çünki bu insanları, hər birimizi narahat edən bir məqamları oxuyuruq. Çünki ürəyimiz incədir. Biz insanların qarşısına qalırıq və insanları sevirik. Biz problemlərə bir növ göz yumuruq ki, səbir göstərik ki, sivil həyat yaşayaq, sabit həyat yaşayaq. Və biz bununla razıyıqmı? Məncə, bəli, razıyıq. Amma indi vəhiy kitabını oxuyanda görürük ki, Tanrı bizə deyir və o istəyir, Tanrı istəyir ki, biz bunu başa düşək. Belə ki, biraz bunun üzərində ürəyimizdə çalışmalıyıq. Məşq etməliyik və Tanrıdan xahiş etməliyik ki, bizə kömək etsin. Yeri gəlmişkən, mən sizə minnətdaram ki, dua edirsiniz. Mən inanıram ki, hər dəfə bura, kürsüyə qalxanda, hər kim, rəhbərimiz qalxanda ki, Tanrının sözünü vəz edir, bu dualarımıza cavabdır. Biz dua edirik ki, biz Tanrıdan, onun kəlamından eşidib bölüşək. Bu da bizim konferansımızın mövzusudur. 2 həftədən sonra konferansımız başlayacaq. Mövzu da eşit, gör, müqəddəs ruh nə deyir mövzusudur. Ruhun dediyini eşit mövzusudur. Və minnətdaram ki, siz dua edirsiniz. Çünki bu çox vacibdir və çox güclü bir xidmətdir. Belə ki, Bibliya dərslərdən mövzunun biri ola bilərdi ki, 2 Korinfilər 2-ci fəsildə, 11-ci bənddə ki, şeytanın strategiyası görən bu dünyada nədir? Və orada deyilir ki, biz şeytanın hiləsinə agahıq. Hilə əslində əqil mənasını verir ki, biz şeytanın əqlini bilirik, onun niyyətini, onun düşüncə tərzini, onun mentalitetini bilirik. O oğrudur, o qatildir və dağıdandır. Yəhya 10-cu fəsil. Matta 4-də o sınağa çəkəndir. O, gecə-gündüz qardaşları mühakimə edəndir. Vəhiy kitabı 12-ci fəsil. Biz iblisin hilələrindən agahıq ki, dünyada nə işlər görür hər gün. İndi isə bir şey də deyim. Sizcə, iblis yer üzündəki insanı öldürə bilərmi? Sualdır. İblis adamı öldürə bilərmi? Müqəddəs kitabda haradasa görə bilirsinizmi ki, iblis bir insanı öldürsün? Və cavab odur ki, o öldürə bilərdi əgər Tanrı icazə versə. Və bu elə tamiz fikirdir. Tanrı iblisə dedi, Eyüp haqqında dedi. Sən ələ ala bilərsən Eyüp, amma onu öldürə bilməzsən. Birinci fəsildə və ikinci fəsildə və Eyüp şeytandan xəstəliklər alır. Və bu baş verə bilər ki, insan xəstələnə bilər. Lukanın müjdəsində bir qadın var idi ki, beli bükülü idi və o 2 qat bükülmüş vəziyyətdə idi. Və İsa da o qadından cinləri qovdu, qadın düzəldi. Və bu qadın iblisin təsiri altında bükülmüşdür. İblis nə qədər iş görə bilər bu dünyada? Deyilir ki, iblis Məsihi çarmıxa qaldırdı və iblis insanlardan istifadə edərək çarmıxa qaldırdı. Və sual verirəm, iblismi onu çarmıxa çəkdi? Amma başqa kim onu çarmıxa çəkdi? Tanrı Ata öz oğlunu çarmıxa çəkdi. Və kim onu çarmıqda saxladı? Müqəddəs ruh İsanı çarmıqda saxladı. İbranilərə 9:14. O müqəddəs ruh tərəfindən çarmıxa çəkildi. Və iblis Tanrının işini görə bilərmi? Bəli, edə bilər.
Və bu dünyada şər var mı? Bəli, şər var və onun qüdrəti var, şərin qüdrəti var. Və bilirsiniz ki, şeytan Tanrıya yaxınlaşıb, Tanrı şeytandan soruşdu, gördünmü sən mənim xidmətçim Eyübü? Və şeytan dedi ki, mən onu gördüm, mən istəyirəm onu. Başqa harda bunu görmüsünüz? İsa'nın hekayəsində. İsa Petrə dedi, şeytanın istəyi vardı ki, səni qəlbirdən keçirsin. Və şeytan deyirdi sanki İsa'ya, mən Petr istəyirəm, ələ alım. Heyrətamiz deyilmi bu? Amma İsa deyir ki, mən sənin üçün dua etdim, ey Petr. Dua etdim sənin üçün, Petr. Və mənim dualarım şeytanın gücündən daha qüdrətlidir. Və biz elə xristianlar deyilik ki, hər yerdə şeytanı görək. Ki, kimsə asqırdı deyə şeytan var və ya nəsə baş verir ki, şeytandır. Yox, amma digər tərəfdən biz anlamaq istəyirik ki, müqəddəs kitab bizə şər haqqında nəyi öyrədir? Və dünyada şər var, şər qüvvələr var ki, sizə qarşıdır, Məsihə qarşıdır. Məsih dedi ki, dünya mənə nifrət etdi, sizə də nifrət edəcək. Və bəlkə bu qorxuducudur, mən sizi qorxutmaq istəmirəm, amma eləcə də istəmirəm ki, biz cahil olaq, dünyanın məğzini başa düşək. Ona görə duamız çox vacibdir. Buna görə kilsəmiz çox vacibdir. Və kilsələr bir örtüydür. Kilsələr elə bir yerdir, harada ki biz ölmüşük və sonra ölülərdən dirilmişik və Məsihdə Tanrı ilə birlikdə gizlədilmişik. Koloslara 3:3. Biz Məsihlə bərabər Tanrıda gizlədilmişik. Məsih bizim pənah yerimizdir. Və 100-cü məzmur 90. Məzmurda orada o fikir var. Neysə, bu çox uzun getmək istəmirəm, amma demək istədiyim vacib fikir var. Açaq Vəhiy kitabı 5-ci fəsli. Və gəlin ekrana şəklimizi yerləşdirək. Aslan və quzu. Deməli, şəkili görürsünüz. Aslan, şir və quzu. Və bunun böyük mənası var. Həmin o aslanın orada olmasının böyük mənası var. Şəkilin özü çox mənalıdır. Çünki bu ikisi birlikdə getmir. Yəni, aslan quzunu tutur, yeyir. Quzu özünü müdafiə edə bilmir. Qaça bilərdi, amma bir addım atacaq və aslan onu caynağına alacaq. Bu iki heyvan bir arada gedə bilməz. Digər tərəfdən, əgər yalnız həyatda quzunuz olsa, onda nə cür səlahiyyətimiz var? Hardadır qüdrət? Hardadır həqiqət üçün o can atma? Harda ki o çox belə təcavüzkar təbiət, harda ki mən istəyirəm həqiqəti və mən istəyirəm həqiqət uğrunda mübarizə aparım. Və bu aslandır. Quzu həlimdir. Məsih fağırlıqda çarmıxa çəkildi. 2-ci Korinflərə 13-cü fəsil. O, bir quzu kimi boğazlanmağa aparıldı. Amma bu təbiətdə eləcə də qüdrət var idi. Və Məsihin təslimiyyətində şeytan bilmirdi bunu. İblis elə bildi ki, onun qüdrəti var və səlahiyyəti var. Bu, insanın Məsihin tabeliyində, çünki çarmıxa məruz qaldı. Amma əslində bu Tanrının ifadəsi idi. Bu zəifliyin içində Tanrının ifadəsi var idi. Dünya bu cür kombinasiyaya malik deyil. Dünyada aslan var. Və biz bunu görə bilirik. Şəxsiyyətlərdə, insanların xarakterində, rəhbərlikdə, hakimiyyətlərdə, hərbi qüvvələrdə biz görürük ki, aslan var, bir qüdrət var. Və imperiyaları görürük, qüdrətli
padşahları görürük bəşəriyyət tarixində, dünyada. Və dünya eləcə də quzu kimi ola bilər. Pasiv ola bilər, tabilikdə ola bilər, zəif ola bilər və asanlıqla hansısa bir ruhlarla aparıla bilər və zorakılığa məruz qala bilər, işgəncəyə məruz qala bilər və təzyiq altında qala bilər. Amma ikisi bir arada olanda, həm aslan, həm quzu, bu yalnız Bibliyadadır, müqəddəs kitabdadır ki, ikisi bir arada. Bu sirdir. Tanrının insanla qarışığı. İsa Məsih insan oldu. O, eləcə də öz insaniyyətində aslan kimi o cəsarətini göstərdi və səlahiyyəti əks etdirirdi aslan kimi. Və nə cür aslan idi İsa Məsih? O quzuydu. Quzu kimi aslan idi. Və Yahuda qəbiləsinin aslanı gəldi, padşah kimi gəldi, öz taxtından enib gəldi və Yerusəlimə getdi, quzu kimi aparıldı Yerusəlimə. Boğazlanmış, boğazlanmağa gedən quzu kimi aparıldı və məbəddə olanda, məbədin atasının dua evi olduğuna görə o aslan kimi orada özünü göstərdi. Yahuda qəbiləsinin aslanı kimi tacirlərin masalarını dağıtdı və şeytan üzərində öz səlahiyyətini göstərdi. Amma o quzu kimi aslan idi. Və bu çox klassik taktiki müdafiə yoluydu. Jonathan Edwards bu paradoksu bizə göstərir ki, qalibanə məğlubiyyətə məruz olan insan, yəni həm qalibiyyət aslan, həm də məğlub olan kimi görünən quzu və orada iki paraleli göstərir ki, necə ki Yunis böyük balıqla udulmuşdu, sanki Məsih şeytan tərəfindən udulmuşdu. Amma həmin o balıq ki, qarnında Yunis var idi, o Yunisi qarnında saxlaya bilmədi. Yəni, Məsih çarmıxa çəkildi. Bu, iblisin işi idi və necə ki, balıq Yunisi utdu və hələ bilir ki, iş bitdi. Amma 3 gündən sonra balıq Yunisi qarnında saxlaya bilmədi, onu öz ağzından tüpürdü və eləcə də Məsih o ölümdə qalmadı, o mağarada qalmadı, o 3 gündən sonra dirildi və bu quzunun xasiyyətidir. Məsih yalnız quzu kimi aslan deyil, amma qulaq asın, sizin həyatınızda quzu kimi taktikanız varmı həyatınızda? Yəni, elə vaxtlar varmı ki, mən quzu kimiyəm, ürəyimdə, ruhumda, həyatımda və mən bu cür həyatımı yaşayıram, quzu kimi, bəlkə mənim evimdə, həyat yoldaşım, həyat yoldaşım münasibətdə mən quzu kimi ola bilərəm, qurban ola bilərəm, sakit ola bilərəm, mən həlim ola bilərəm, çox nəzakətli ola bilərəm, incə ola bilərəm və bu taktikadırmı? Taktika bir sözdür, amma bu bir təbiət ola bilər. Tanrının təbiəti səndə və biz, xristiyanlar, bizdə hər ikisi var. Biz mübariz xarakter ola bilər, aslan kimi, eləcə də quzu kimi fağır ola bilərik. Və İsa harada cəsur idi məbəddə olanda və dedi ki, bunlar quldurlar kimi burada hərəkət edir tacirlər və aşırdı masaları və fərqli vaxtlarda fəriseylərlə görüşəndə o düz fəriseylərin üzünə durdu, aslan kimi və həqiqəti onları deyə bilirdi. Amma o yalnız quzu kimi aslan deyil, o eləcə də aslan kimi quzudur. Və Tanrının taxtı ətrafında 4 heyvan var idi və 24 ağsaqqal və
orada boğazlanmış quzuya bənzər birisi də var idi. Gəlin oxuyaq. 1-ci bənddən olaraq. Vəhib 5:1. Burada deyilir: Mən taxta oturanın sağ əlində bir tumar gördüm ki, onun hər iki tərəfi yazılmışdı və 7 möhürlənmişdi. Həmçinin gördüm ki, qüdrətli bir mələk uca səslə elan edir: Tumarın möhürlərini qırmağa və onu açmağa kim layiqdir? Amma nə göydə, nə yer üzündə, nə də yer altında bir kəs bu tumarı açmağı, yaxud onun içinə baxmağı bacarmadı. Mən çox ağladım. Çünki tumarı açmağa, yaxud onun içinə baxmağa layiq olan bir kəs tapılmadı. Onda ağsaqqallardan biri mənə dedi: Ağlama. Budur, Yahuda qəbiləsindən olan aslan, Davudun kökü. O qalib gəlib. Buna görə də o, tumarı və onun 7 möhrünü aça bilir. Gördüm ki, taxta 4 canlı məxluqun ortasında və ağsaqqalların arasında bir quzu dayanıb. O, sanki kəsilmiş vəziyyətdə idi. Onun 7 buynuzu və 7 gözü var idi. Ki, bunlar da bütün yer üzünə göndərilmiş Allahın 7 ruhudur. Bütün yer üzünə göndərilir. Quzu yaxınlaşıb, taxta oturanın sağ əlindən tumarı götürdü. O tumarı götürdüyü zaman 4 canlı məxluq və 24 ağsaqqal quzunun önündə yerə qapandı. Hər birinin əlində çəng var idi və buxurla dolu qızıl nimçələr tuturdular. Ki, bunlar müqəddəslərin dualarıdır. Yeri gəlmişkən, nə qədər biz ey səmadakı ata duasını edirik ki, padşahlığın yer üzünə gəlsin, göydə olan kimi yer üzünə də olsun. Bu duamızdır. Neçə milyonlarla, milyardlarla dəfə biz bu duanı edirik və bu dualar da deyilir ki, bu nimçələrdədir. Deyir, buxurla dolu qızıl nimçələr, bunlar müqəddəslərin dualarıdır. Və nəyi gözləyirik? Gözləyirik ki, aslan və həm aslan, həm quzu olan şəxs, Məsih bu möhürləri açsın və yer üzünə nəticədə mühakimə töküləcək, şərin üzərinə mühakimə gələcək. Və belə ki, sonra şeytan odlu gölə atılacaq və Babil şəhəri 18-ci fəsildə dağıdılacaq və quzunun, Tanrı quzusunun kilsəsi ilə toy ziyafəti olacaq, nigah mərasimi olacaq. Və ola bilsin ki, bu toy ziyafəti yer üzündə olacaq. Biz bunu dəqiq bilmirik. Amma istənilən halda şər öz cəzasını və mühakiməsini alacaq. Və artıq heç bir şər olmayacaq. Heç bir yalan qalmayacaq. Heç bir ağrı və göz yaşları qalmayacaq. Minillik padşahlıq olacaq. Və minillik padşahlığın sonunda şeytan o dipsiz quyudan azad ediləcək, sonra o mühakimə olunacaq və odlu gölə atılacaq və yeni göy və yeni yer olacaq. Amma bu nə cür idarə olunacaq, necə baş verəcək? Kimsə, bir insan yoxdur ki, bu tumarı açsın. İbranilərə 2-ci fəsildə və Məzmur kitabında deyilir ki, yer kürəsi insana verilmişdi. Amma artıq yoxdur nə insan, nə mələk ki, yeri idarə eləsin. İndi insan yoxdur. İnsan günah işlətdi və mələklərə də yer kürəsini idarə etməyə icazəsi verilməyib. Amma dünyadakı şər hal-hazırda günahlarımıza görə indi yer kürəsini idarə edir və o da öz sonuna gələcək. Çünki Tanrı yeri yaradanda insana verdi. Tanrı istədi ki, insan yer üzərində idarə eləsin yeri. Və indi nəhayət bu insan var. O həm aslandı, Yahuda qəbiləsindən aslandı. Yahuda, Bibliyanın gözəli odur ki, o bütün hadisələri bir araya gətirir. Yahuda Yaqubun oğullarından biri idi. 49-cu fəsil başlanğıc kitabında 8 və 10-cu bəndlər bunu göstərir. Yaqub ölüm ayağındadır və onun 12 oğlu var. Və onun oğulları gəlir yanına ki, atasından sonuncu sözlər eşitsin və ataları da peyğəmbərlik sözləri verir oğullarına. Və hər oğlun bir profilini çəkir və deyir, Yahuda,
sən idarə edəcəksən. Və sənin əlindən rəhbərlik çubuğu düşməyəcək. Sən rəhbər olacaqsan. Sən hökmran olacaqsan. Şiloh gələnə qədər, yəni Məsih gələnə qədər. Bu, Peyğəmbərlik sözüydü Yaqubdan. Və zamana da gəldikdə, haradasa Məsihdən qabaq 2000 ilin il idi. Yəni 2000 il Məsihdən qabaq. İndi 4000 il keçib artıq. Və Bibliyanın sonunda bu sözlər deyilir. Ki Məsih, o Yahuda qəbiləsindən aslandır. Məsihin əlində səlahiyyət var. O padşahlar padşahıdır. Və o Yaqubun peyğəmbərliyinə uyğun olaraq yer üzündə hökmranlıq edəcək. Və bu da Bibliyanı birləşdirir. Başqa bir söz Məsih üçün deyilir ki, o kökdür burada. Və nədir bu mənası? Yəni, bitkilər böyüyəndə kökü aşağıdadır, bitki də yuxarıya qaldırır. Və tarixən İsrail öz padşahını itirdi. Onlar əsarətə götürüldülər və artıq padşahları olmadı. Və axırıncı padşah Babilistan əsarətindən götürüldü. Və padşahlar hara getdi? Yəni, onlar artıq aşağıda yerin altısında qaldılar. Yəni kökləri davam etdi, üzə çıxmadı. İsa'nın anası Məryəm Davud şəcərəsindən gəlir və nəslindən gəlir, eləcə də Yusif. İki fərqli nəsl şəcərəsi, amma həm Məryəm, həm Davud Davudun nəslindən gəlir. Və Betlehemdə biz görürük ki, Məsih dirildi. Padşah üzə çıxdı. Amma o vaxta qədər padşah kökü aşağıda idi, görünmürdü. Və deyilir ki, o, Məsih yəni burada 5-ci bənddə Davudun kökü idi. Sonra 6-cı bənddə deyir ki, həmin o taxtın ortasında quzu dayanıb. O sanki kəsilmiş vəziyyətdə idi. Quzu dayanıb. Və bizim şəkildə quzu uzanıb, əslində o quzu dayanıb. Amma ölü heyvan kimi deyil ki, uzanıb, boğazlanmış kimi. Yəni, ölü heyvanlar necə olursa, o elə deyil. Amma o boğazlanmış vəziyyətdir, amma o dayanıb. Qələbəsinə görə dayanıb. O, şeytan üzərində və ölüm üzərində qələbə çalıb. Və indi o, tumarı götürməyə və onun möhürlərini açmağa layiqdir. O qadirdir. Burada axırda deyilir. 7-ci bənddə quzu yaxınlaşıb, taxta oturanın sağ əlindən tumarı götürdü. O, tumarı götürdüyü zaman 4 canlı məxluq və 24 ağsaqqal quzunun önündə yerə qapandı. 4 məxluq. Və burada məxluqa heyvan da deyə bilərik. Yəni, bunlar yüksək təbəqəli mələklərdir. Belə görünür bu 4 canlı məxluq. Və 24 ağsaqqal da onlar kilsəni təmsil edir. Onlar hamısı quzunun önündə yerə qapandı. Hər birinin əlində çəng var idi. Və buxurla dolu qızıl nimçələr tuturdular ki, bunlar müqəddəslərin dualarıdır. 121-ci məzmun. Sonra deyilir 9-cu bənddə, onlar yeni bir nəğmə oxuyaraq deyirdi, sən tumarı götürüb, onun möhürlərini qırmağa layiqsən, çünki sən kəsildin və hər tayfadan, dildən, xalqdan və millətdən olanları Allah üçün öz qanın bahasına satın aldın. Onları Allahımızla birgə padşahlığa və kahinliyə şərik etdin. Onlar da yer üzündə padşahlıq edəcək. 11-ci bənd, taxtın və canlı məxluqların və əxsaqqaların ətrafında saysız, hesabsız mələk gördüm və onların səsini eşitdim. Onlar uca səslə deyirdi. Və burada saysız, hesabsız deyəndə bir sual var ki, burada 10 mindən 10 min kimi deyilir. Bunları bir anda daha yəni 100 milyon rəqəmi çıxır. Və bunu oxuyanda Yunan dilində saysız hesabsız sözündə əslində 100 milyon deyil, orada myriads yazılır. Yəni saysız hesab, yəni sən saya bilmirsən, 100 milyonu saya bilərsən, amma burada sən oradakı mələk ordusunun sayını saya bilmirsən, hədsiz qədər çoxdur.
yəni milyardlarla və ondan da çox. Onlar kimdir? Əslində saysız, hesabsız qədər mələklər, İbraniləri 12-ci fəsil. Sonra insanlar orada var göylərdə. Onlar kimdir? Onlar hər bir dili təmsil edən neçə dil var yer üzündə? Mən bugün Siridən soruşdum. Və Siri demədə təxminən 7000 dil var bugün yer üzündə. Fərqli xalqlar. Və onlar nə edir? O insanlar. Yəni milyardlarla insanlar taxt ətrafında. Ola bilsin milyardlarla mələklər də insanlara qarışıq şəkildə onlar oxuyurlar. Nəğmə oxuyurlar. Çox güclü bir gürültülü səs var. Çox güclü bir səslə. Bir şərhçi belə deyir ki, Məsih Betlehemdə doğulanda mələklər göylərdə nəğmə oxuyurdular və yer üzündə isə çobanlar eşitdilər o mahnını. Çobanlar mələkləri gördü və onlar mələklərin nəğmə oxuduğunu gördülər və bu gürültülü bir nəğmə idi. Və şərhçi deyir ki, biz Məsihə sitayiş edəndə göylərdə ki, deyəndə ki, o tumarı götürməyə layiqdir, möhürləri qırmağa layiqdir və biz gürültülü heyrətamiz səslə ona nəğmə oxuyuruq göylərdə və bu hətta o səs yer üzünə çata bilər. Mən bilmirəm. Amma xoşuma gəlir bunu düşünmək. Mən inanıram. Mən bunu öz ürəyimdə belə görürəm. Bu mətni oxuyanda düşünürəm bunu. İnanıram ki, bu çox uca, gürültülü, inanılmaz sitayişdə olan nəğmə səsidir ki, bütün bu kütlə, insanlar fərqli dillərdə, bütün bəşəriyyət tarixində olan müqəddəslər və mələklərlə birlikdə. Çünki nəhayət bütün bu məsələ öz cəzasını tapacaq. Şeytan öz mühakiməsini alacaq. Gəlin, bitirək burada. Oxuyaq 11-ci bəndidir. Taxtın canlı məxluqların və əxsaqqalların ətrafında saysız, hesabsız mələk gördüm və onların səsini eşitdim. Onlar uca səslə deyirdi, kəsilmiş quzu qüdrəti, sərvəti, hikməti, qüvvəti, şərəfi, izzəti və alqışı almağa layiqdir. Həmçinin mən göydə, yer üzündə, yer altında, dənizdə olan bütün məxluqların və oradakı bütün varlıqların belə dediyini eşitdim. Taxta oturana və quzuya əbədi olaraq alqış, şərəf, izzət və qüdrət olsun. Yəni, hiss edirəm ki, Məsih bütün bu səlahiyyəti ələ aldı və ona bu səlahiyyət verilir. Bu heyrətamiz mövqeyidir, harada ki, o qalibanədir, o aslan kimi quzudur. Heyrətamiz işi gördü. Bu sirdir. Çünki Tanrının yolları bizim yollarımız deyil. Və bəzən bizim zəifliyimiz əslində gücümüzdür və bizim cahilliyimiz əslində bizim hikmətimizdir. Bəlkə mən bilmirəm, bəlkə mənim bilməməyim mənim əslində aktivimdir. Mən quzu kimiyəm. Mən bilmirəm, şər nə edir və bəlkə də məni boğazlanmağa aparır. Romalara 8-ci fəsil və bəlkə bu Tanrıdır əslində ki, Tanrı məni bu vəziyyətdə nəyəsə öyrədəcək. Necə ki, o Məsih istifadə etdi. Məsih sizdədir. Yer verin özünüzə ki, quzu olasınız və bunu deməklə, eləcə də özünüzə yer verin ki, aslan olasınız. Yəni, aslan kimi güclü olasınız və iştahınız olsun və biləsiniz ki, vəziyyətlər olanda siz hansı istiqamətə gedirsiniz, pasiv olmayasınız və mömin yolla gedərək aqressiv olun, Tanrının həqiqətinə dəstək olun. Mən buna belə baxıram. Məsih bunu qəbul edib. Sayılar kitabı Vəhiy kitabı 14-cü fəslə oxuyun. Deyir, 5-14-də deyir, 4 canlı məxluq da amin deyirdi. Onda saqqallar yerə qapınıb səcdə etdilər. Yəni, bu heyrətamiz bir mənzərədir ki, yer kürəsi şərlə doludur, amma indi bu yer kürəsi Tanrının mühakiməsinə məruz qalacaq. Və yer kürəsi də bu razılaşmaya qoşulur. Ki, deyir, biz razılaşırıq ki, Məsih müzəffərdir. Biz razıyıq Məsihin hikməti ilə, izzəti ilə. Yer üzündə
Hər şey bu əks-səda verir. Məsihin yer üzünə ədalət gətirməsinə, onun həqiqətinə, onun müqəddəs ruhda olan səlahiyyəti ilə yer üzünə gələcək və şər, hilə və şeytanın bütün kələkləri öz cəzasını tapacaq və yer üzündə bu baş verəcək. 14-cü bənddə bir də onu oxuyaq. 4 canlı məxluq da amin deyirdi. Onda ağsaqqallar yerə qapanıb səcdə etdilər. Amin. Amin. Tanrıya şükür olsun. Sevinin mənimlə birlikdə bu həqiqət üzərində, bu qələbə üzərində. Bəli. Çox sağ ol İsa. Sənin ruhun bizdə yaşayır. Və biz eyni hadisəni səninlə birlikdə bayram edirik. Biz istəyirik ki, dünyada sənin ədalətin bərqərar olsun. Biz istəyirik sənin məhəbbətinin axını davam etsin. Necə ki, sular dənizləri bürüyür, sənin izzətin yer kürəsini bürüsün. Bizim ürəyimizdə bu istək var, biz bunu həyatımızda yaşayırıq. Bəzən biz yıxılırıq, büdrüyürük, səhv münasibətimiz olur. Bəlkə biz çox şikayətlənirik. Bəlkə biz başımızı bəlaya salırıq. Necə ki, Peter Məsihi inkar etdi və o çox məyus idi bundan ki, Məsihi inkar etdi. Və bütün bunlar həyatda baş verən şeylərdir. Amma, ya Rəbb, biz sənin kimliyini tanıyırıq və biz sənin kimliyinə görə sitayiş edirik. Minnətdarıq ki, bizi bağışlamısan, mərhəmətinlə bizi zənginləşdirmisən, məhəbbətinlə bizi özünə çəkmisən. Gözləntimiz ki, bax, olacaq, bu yaxınlarda konferansımız olacaq. Qoy müqəddəs ruhun danırsın və biz eşidək ruhun dediklərini. Amin. Amin. Əgər siz İsa Məsih ürəyinizə xilaskar kimi heç vaxt qəbul etməmisinizsə, gəlin olduğunuz kimi İsa Məsihə bütün yükünüzlə, bütün narahatçılıqla gəlin İsa Məsihin yanına və dua edin ona. İman edin İsa Məsihə və Məsih sizin dualarınıza cavab verəcək. O sizi qəbul edəcək. O sizi xilas edəcək. Bugün başlayın Məsihlə ünsiyyəti, münasibəti. Deyin ona, İsa Məsih, mən sənə inanıram. Mənim xilaskarım ol. Mənim günahlarımı bağışla, mən sənə inanıram. Və ürəyinizə deyin, amin.